İstirahət normal və zəruri ehtiyacdır, amma bəzilərində istirahət günahkarlıq hissi yaradır. Divanda uzanırsan və sənə elə gəlir ki, vaxtını boşuna sərf edirsən. Başqaları işləyir, amma sən geri qalırsan. Bir çox insanın dərindəki inancı belədir. Dəyərli olmaq üçün işləməliyəm. Boşuna oturanlar tüfeyli həyat keçirənlərdir. Uşaqlıqdan bu yana zehniniz işləməklə bağlı atalar sözləri və məsələlərlə doldurulur. Bəs istirahətlə bağlı hansısa aforizm yadınızdadır? Halbuki işləməyənin dişləmədiyini, hörmətin zəhmətlə qazanıldığını və rahatlıq üçün əvvəlcə layiq olmağın lazım olduğunu əzbər bilirsiniz. Ona görə də insan işləyəndə özünü alnı açıq və dili uzun hesab edir. Təbii ki, işləmək və fayda yaratmaq vacibdir. Ancaq istirahət də ən azı iş qədər də vacibdir. Ən böyük paradoksun nə olduğunu bilirsən, istirahət etməyəndə produktivliyin azalır. Çünki istirahət sistemin yenilənməsidir. Epigenetik yaddaş dayanmağı ac qalma hissi ilə şərtləndirib. Ona görə də xüsusilə inkişafa meyilli insanlara daha yaxşı ola bilərdim düşüncəsi rahatlıq vermir. İnsan nə qədər işləsə də yetərli hiss etmir. İstirahət günahkarlığının əsas simptomu dincəlmək istəsən də rahatlana bilməməkdir. Belələri tətildə belə işi düşünürlər və özlərini dincəlmək mənim harama yaraşır şəklində qınayırlar. Onlar istirahəti passivlik, passivliyi zəiflik, zəifliyi isə təhlükə kimi görürlər. Çünki zehin köhnə xəritə ilə işləyir. Əslində isə istirahət yenilənmə, yenilənmə resurslar, resurslar isə güc deməkdir. İstirahət günahkarlığının nəticəsi xroniki yorğunluq, motivasiyanın, diqqətin, yaradıcılığın azalması və emosional tükənmədir. İnsan işləmək üçün istirahətdən qaça-qaça işləyə bilməyəcək hala gəlir. Dayansan itirəcəksən fikri bir həqiqət ola bilər. Bəs o zaman dayanmasan tükənəcəksən fikri nədir? Fikirləriniz çox dəyərlidir.